Tez-tez rast gəldiyimiz problemlərdən birisi bədəni qəbul etməməkdir. Yəni yeniyetmələr bədənlərini sevmirlər, bədənlərini dəyişmək istəyirlər və s. Burada əslində bədənin görünüşünü qəbul etmirlər. Bu isə o deməkdir ki, əsas məsələ bədənin görünüşü deyil, bədənin görünüşünə olan münasibətdir. Yəni bədənimizə olan münasibətimizi dəyişsək, dəyərimizin bədənimizin görünüşü ilə ölçülmədiyinin fərqinə varsaq, əslində bu problem bizi narahat etməz. Lakin bu görünüşə görə zorbalıqların baş verməsi, cəmiyyətdə daha çox görünmək, istədiyimiz kimi olmamaq bu problemlərə yol açır. Terapiya almaq daha yaxşı olardı. Çünki hər bir insanın travması tamam fərqli ola bilər. Özümüzə, görünüşümüzə olan münasibəti, düşüncələrimizi dəyişdikdə biz bu dövrdə bədənimizi rahatlıqla qəbul edə bilərik.